Salam uşaqlar, bugünkü mövzumuz tam ədədlərin vurulması. Səhifə 91, 92, 93. Başlayaq. Uşaqlar, tam ədədə necə vururuq? Adi vurmadan istifadə edirsiniz. Yəni ədəd ədədə vurursunuz. Vurandan sonra işarəni nəzərə alırsınız. Əgər bizdə tək sayda mənfi varsa, yəni mənfi sayı təkdirsə, yəni 1 dənə, 3 dənə, 5 dənə, 7 dənə, nöqtə bu saydıdırsa, işarə olur mənfi. Yox, mənfilərin sayı cüt sayıdadırsa, yəni 2 dənə, 4 dənə, 6 dənə, 8 dənə, nöqtə davam edirsə, bu olur müsbət. Yadımızda saxlayaq. Mənfi vır müsbət bərabərdir mənfi. Səbəb niyə? Tək saydıcı bir dənədir. Mənfini müsbətə vuranda mənfi verir. Bir dənə yadımızda saxlayın. Mənfi vurulsun mənfi, 2 dənə mənfimiz bir-birini müsbətləşdirir, müsbət verir. Aydın uşaqlar. Aydın səla. Başlayaq, sual üzərindən işləyək. Görək necə olur. Bir daha deyirəm, əgər mənfi 1 dənə və yaxud da 3 dənə, 5 dənə gördürsə, işarə mənfi. Yox, 2 dənə varsa mənfi aparır, müsbətə çevirir. 2 dənə mənfi yadımızda saxlayaq, bir-birini aparır, edir müsbət. Qalanları, amma 2 dənə fərqlidirsə, cüz saylı deyilsə, tək saylıdırsa, bu edir mənfi. İndi baxaq sual üzərindən. Görək hansı formada verilir. Verilir birinci sualda. Bir-iki dənə suala baxıraq. 2 vurulsun mənfi 8. Mənfi 2 vurulsun 4. 4 vurulsun mənfi 1. 8 vurulsun mənfi 11. Aha. Bu bərabərdir. Birinci vurmanı işləyirsiniz. 2 vur 8 neçə edir? 16. Şey yazın. Biri müsbət, biri mənfidirsə nə olurdu? Mənfi. Səbəb niyə? Bir dənədir mənfi. 2 vur 4, 8. 4 vur 1, 4. 8 vur 11, 88. Hələlik işarəyə baxma. Misalları işlədim. Bir dənə mənfi var. Bir dənə mənfi varsa, cavab mənfi. Bir dənə mənfi var, cavab mənfi. Bir dənə mənfi var, cavab mənfi. Əgər ədədləri bir-birinə vuranda mənfi vur, mənfidirsə, bu edir müsbət. Yox. Bizdə müsbət vur, mənfidirsə, bu edir mənfi. Bu formada yazıq. Keçəm ikinci suala. Uşaqlar, bizdə deyin görüm 3 plus 3 plus 3 plus 3 bizə nəyi verir? 4 dənə 3 demək deyil. Yəni 4 vur 3 yaza bilərəmmi? Bu da bərabərdə 12 yazma olar. Eyni sual. Baxın, mənfi birdən neçədəndir? 1, 2, 3, 4, 5. Yəni mənfi birdən 5 dənədir demək olar mı? Bir mənfi, bir müsbətdirsə, cavab edək. Mənfi 5. Verilib. Mənfi 8-dən neçədəndir? 12 dənə. Mənfi 8 vurulsun 12. Cavab edir 96. Biri mənfi, biri müsbətdirsə, cavabımız olur mənfi. Mənfi 21-dən 10 dənə, 21-dən 10 dənə, bu bərabərdir 210. Cavab edir mənfi. Keçirik 3-cü suala. Görək 3-cü sualda bizdən nə istəyir? Üçüncü sualda bizə deyir. Deyir ki, ədəd oxunda verilmiş təsvirə uyğun vurma əməlinə aid misal yazın. Cavabı təkrar toplama ilə yoxlayın. Uşaqlar, 0, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Bunu yaza bilərik ki, yəni addımlar neçə addımdır? Bir addım, düzdürmü? Biri vurur. Neçə dənə birdir? 5 dənə. Və yaxud da mənfi 1-i vurur, mənfi 1, mənfi 1 gedir də. Neçə dənə mənfi 1-dir? 5 dənə. Mənfi 1-i vurur, 5-ə. Bu da bərabərdir, mənfi 5. Bu birisində mənfi 3-dür. Neçə dənə mənfi 3-dür? Mənfi 3, mənfi 3, mənfi 3 addım gedir. 3 dənə. Bu da elədir, mənfi 9. Bir yazma olar. 4. Fikirlərdən hansı doğrudur? Nümunə ilə izah edin. Deyir ki, 2 vuruqdan biri mənfi 1 olarsa, hasil digər vuruqun əksi olan ədədə bərabərdir. Bəli, düz deyir. Məsələn, deyir ki, 3-dür vuruqlardan biri. Deyir ki, biri mənfi 1-dirsə, deyir
Deyir ki, hasili, bunların hasili nə edir? 3 və biri mənfidirsə mənfi 3, düzdürmü? Deyir ki, digər ədədin əksini verir. Bəli, mənfi 1-ə vuranda işarə əksinə dəyişir, həmin ədədi verir, prosu əks formasını verir. Düzdür, bunu mənfi 3 götürsəydim, mənfi 1-ə vuranda mənfi müsbət eləyəcəkdir, müsbət 3. Bax, bunun əksini verir. Aydındır uşaqlar, düz deyir. Növbəti bəndlərə özünüz baxın görün, düz deyir, ya səhv deyir. 5-ci suala baxırıq. 5-də bizdən nə istəyir? Vurmanı deyir ki, yerinə yetirin. 3-4 dənə sualı yazıb, sonra vurmanı işləyəcəm. 5-ci sualda. Burası mənfi olur. Birinci cavablarını yazıram. 21, 16, 99. İşarəyə baxıram. Mənfi bir-birini müsbətləşdirir. Mənfi müsbətləşdirir. 2 mənfi bizə müsbət verir. Siyah, qurtardı. Keçirik 6-cı suala. Müqayisə edin. Birinci uşağa hasilə hesablayacaqsınız, sonra müqayisə edəcəksiniz. Böyüdür yoxsa kiçikdir? Baxaq. Verir bizə. Mənfi 3 burası 5, mənfi 5 burası 3. Mənfi 4 burası mənfi 5, mənfi 6 burası mənfi 4. İki burası. 2 burası mənfi 12, mənfi 4 burası 7. Bir tanesini de yazıram uşaqlar. Mənfi 20 düzənləyəcəksiniz. Modulda mənfi 4. Mənfi 1 vurulsun mənfi 16. Burası mənfi 16. Bunu yazıq. Elədə hasılı 15, 1 mənfidir deyə mənfi. Elədə hasılı 15, 1 mənfidir deyə mənfi burası müsbət, mənfi. Bir-birinə bərabər. Keçdik buna. İkisi də mənfidir, cavab müsbət. Müsbət 20. İkisi də mənfidir, cavab müsbət. Müsbət 24. Hansı böyüdür? 24 daha böyüdür. Biri mənfi, biri müsbətdir. Demək cavab mənfi 24. Mənfi müsbət, mənfi 28. Şuna mənfiləri müqayisə eləyəndə demişdik ki, modulca böyük olan daha kiçik hesab olunurdu. Yəni müsbət forması hansını böyüdür? 28 daha böyük ədəddir. 24-dən böyüdür. Amma uşaqlar dedik ki, müsbət forması böyüdürsə, deməli mənfisi kiçikdir. İşarə əşittinə hesablanırdı. Keçək buna. Uşaqlar bu moduldur. Moduldan çıxardım. Eləyir moduldan müsbət 4 çıxır. Mənfi 20 plus 4. Dedik ki, uşaqlar biri mənfi, biri müsbət toplayanda böyüdən kiçik çıxılırdı, böyüyün işarəsi qarşısına. Yadınızdadır. Bax, bu borc idi. Borcun var idi sən mənə 20 manat. 4 manatını qaytardın. Qaldı mı 16 manat borc? Plus 4 elədim. İşte mənfidirsə, cavab edir müsbət 16. Təbii ki, müsbət həmişə böyüdür mənfi. Aydındır uşaqlar. Yerdə 2 dənə sual qaldı. Yenə if bəndi. Siz onu özünüz işləyirsiniz. Keçirik 7-ci suala. 7-ci sualda bizə nə deyir? Deyir ki, boş xanalara uyğun ədədləri şifahi tapın və yerinə yazmaqla cavabı yoxlayın. Aha. Deməli, boş xanaya cavab tapıb, yerinə yazıb yoxlayacaq. 2 doğrudur, aldığımız yoxsa doğru deyil. Baxaq. Birini de yazın. Nəyi 2-yə vuranda alt edir? 3-ü. İşarəni bilmirəm hələ. Mənfidirsə, deməli biri mənfi, biri müsbətdir ki, bizə mənfi verib. Mənfi mənfiyə vuranda müsbət verməlidir. Biri
mənfi, deməli biri müsbətdir ki, mənfidir. 8-i neçəyə vuranda 24 edir? 3-ə vuranda. Cavab müsbət almışamsa mənfini mənfiyə vuranda müsbət edir. Onu neçəyə vuranda 50 edir? 5-ə yazmış dedik. Keçirik. Şunlar ədəd 0-a vuranda 0 edir. Ədədə 1-ə vuranda ədədin özünü verir. Paylama xassəsi hər birinə vurulmalıdır. Qruplaşdırma xassəsi cüt-cüt qruplaşdıra bilirdiniz. Bunları keçmişəm deyə sürətli deyirəm. Yerə dəyişmə xassəsi vurğuların yerini dəyişdikdə hasil dəyişmirdi. Bunlar haqqında keçmişik. 8-ci suala baxırıq. 8-ci sualı tətbiq edirik. Görək 8-də bizə nə deyir? 8-də nə deyir? Hasili tapın. Üç dənədir. Sadə. 2 dənəsini işləyəcəm. Şunlar bərabərdir. 4 vur 2. İşarəyə baxma. 8. 8 vur 3. 24. Bura kimi yazdım. Qurtardı. İndi işarəyə baxıram. Biz dedik 2 mənfi nə ayırırdı bir-birini? Müsbət. Yəni mənfi vur mənfi müsbət elədi mi? Mənfini bir-birinin apar 2 dənəsini, hamısını götürüb demirəm, 5 dənəsini bir yerdə apar demirəm. 2 dənəsi bir-birini müsbət eləyir. 2 dənəsi bir-birini apardı müsbət. Müsbəti də vuranda mənfiyə nə eləyirdi? Bir dənə mənfi var. Mənfi. Burada 5 vurulsun 6, 30. 30 vuranda 7, 310. Hasil tapın. Mənfi vur mənfi nə eləyir? Müsbət. Başqa bir mənfi qaldı mı? Xeyr, müsbət. Müsbət 210. Aydın oldu uşaqlar. Bir daha deyirik. Tək saydadırsa, burada 3 dənə idi, mənfi verdi. Burada 2 dənə mənfi var idi, müsbət verdi. Tək saydadırsa, cavab olur mənfi. Düz saydadırsa, cavabımız olur müsbət. Keçirik 9-cu suala. 9-da bizə nə deyir? Yenə də eyni sual. İkiler mənfi nə edir? Müsbət. Cavab edəcək müsbət. 8 vur 8, 64. 64 da vururam 6-ya. 4 yazdım 2 yaddaş, 38, 384. Keçdik. Bir dənə mənfi var. Cavab mənfi. 15 vur 5, 75. 75'i vururam 3'ə. 5 yazdım. 1 yaddaş. 225. Çox qurtardı. Bu formada təyin edirik. Keçirik 10-cu suala şifahi hesablayın. Deməli, çox rahatdır ki, sizə deyir şifahi hesabla. Düzdür, şifahi deyil, mən şifahi hesablamayacağım. Göstərə hesablayacağım. Səbəb niyə şifahidir, onu da izah edəcəm. Həqiqətən də şifahi hesablayıb sırası tapmaq olur zaten. Aha, bərabərdir. Mənfi mənfini apardı. Cavab müsbət. Şu an niyə şifahidir? Biz qruplaşdırma qaydasında dedik ki, ikisini bir hesablayıb sonra birisinə vura bilərik. Düzdürmü? Deyirəm ki, mən nəyə vuram? 2-yə 5'ə vuranda mən bilirəm ki, 10 edir. Rahat bir ədəd. 10 nədir? Onu nəyəsə vurmaq rahatdır. 0 atırsan da arxasına düzdürmü? 10, onu vuranda 6'ya 60 sıradır. Yəni 6 ata vurmamaya lazım olmadı. Keçirəm. Ədədlərin içində 0 var. 0'a vuranda neçə edir? 0. Şifahi. Keçirəm. Bir dənə mənfi var. Cavab mənfi. 25 vur 4 neçə edir? 100. Düzdürmü? 25 ilə 4 birbirinin tamamlayıcısıydı. Məxrəci ona 100'ə minə gətirəndə, onun şəsir gətirəndə demişdik. 100, 100 vuranda 7'yə 700. 2 vur 5, 15, 30. 1'ə vuranda ədədin özünü verir. Bir dənə mənfi var deyə mənfi 30. Yəni şifahi tapmaq olur hər birini. Keçirik 11-ci suala. 11-ci sualda görək bizə nə deyəcək.
dəyişən verilmiş qiymətində ifadənin qiymətini hesab edin. Yəni 2 vurulsun. M-in yerində deyir -3 qoy. Qoyaq. İki vurulsun. Bax, M-in yerine yazıram -3. Qurtardı. M-in yerine götür qoy -3'ü. Birisindən. N-in yerine -7 vurulsun. -7. A-nın yerine -5. -30 vurulsun. A-nın yerine -5. Şolar. Vır mənfini mörtəzsiz yazma olmur. Vır çıx kimi görsənməz. Mörtəzdə yazılmışım. Unutmayın. Birində yazım K-nın yerine -3. Bax, burada K-nın qabağında mənfi verilib. Bu mənfi ayrıdır. Mənfi. K-nın yerine -3. Burası 9. Bu beraber. 6 bir də mənfi var. Mənfi 6. 49. Mənfi apardı. Müsbət 49. Mənfi apardı. Müsbət 150. Mənfi apardı. Müsbət 27. Qurtarmışım. Aydındır uşaqlar, tamam. Aydındırsa uşaqlar, bəyənsəz, bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.